Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilk dəfə olaraq qəhvəyi mərmər bağacığına qarşı bioloji mübarizə üsulunun tətbiqinə başlayıb. Bu məqsədlə Zaqatala və Balakən rayonlarında samuray arıları təbii mühitə buraxılır. Bununla zərərvericinin populyasiyasının təbii yolla tənzimlənməsi təmin ediləcək. Türkiyədən dəvət olunmuş mütəxəssislərin müşayiəti, eləcə də peşəkar tövsiyələri əsasında icra olunan layihənin əsas məqsədi zərərvericilərə qarşı ekoloji cəhətdən təhlükəsiz, davamlı mübarizə üsullarının tətbiqini genişləndirməkdir. 20 min ətrafında samuray arısı fərdlərinin təbiətə buraxılması nəzərdə tutulmuşdur. Bu təcrübə qeyd etmək istərdim ki, dünyada qəhvəyi mərmər bağacığının problem yaratdığı region ölkələrində, istər Türkiyə olsun, istər İtaliya olsun, o cümlədən Gürcüstan Respublikası olsun, orada tətbiq olunan geniş yayılmış bioloji mübarizə vasitələrindən biridir. Layihə qarşıdakı dövrdə mərhələli şəkildə ölkənin digər regionlarında da genişləndiriləcək. İlk yıl salımları şu anda düşük miktarda yapmaktayız. Sadece kışı geçirip geçirmediğine bakacağız. Bundan sonraki yıllarda artık popülasyonu artırmaya yönelik ve zararı azaltmaya yönelik çalışmalar gerçekleştireceğiz. Türkiye'de de biz bu şekilde yapmıştık. İlk yıl 20 bin civarında salım yapmıştık. Bu yıl salım sayımız çok arttı. Ve aslında paralel şekilde nispeten böceğin azaldığında ülkesel salımların 3. yılında görmekteyiz kendi ülkemizde. Azerbaycan içinde durumun belki daha iyi, belki benzer şekilde gitgide azalacak şekilde olduğunu düşünüyoruz aslında. Balakən, Zaqatala və Qax rayonunda iqtisadiyyatın əsasını məhz fındıqçılıq təşkil edir. Ancaq zərərvericilərin mənfi təsiri ilə regionda fındıqçılıqda məhsuldarlıq 40-50%-ədək aşağı düşüb. Fermerlər aparılan bioloji mübarizə tədbirlərinin məhsuldarlığa müsbət təsir edəcəyinə ümidlidirlər. Çox gözəl, çox dəstəkləyirəm. Hətta ki, öz donamın, öz cəmaatın adından da minnətdarlığımı bildirirəm ki, həqiqətən də bizə çox böyük ziyan vurur. Çürük əmələ gəlir, çürük olduqca da qiymətində də endirimlər olur, aşağı qiymətlər olur. O da ki, bizim üçün böyük ziyandır, maliyyə ziyanları verir. Beynəlxalq təcrübədə qəhvəyi mərmər bağacığına qarşı ən effektiv və ekoloji cəhətdən təhlükəsiz üsullardan biri məhz samuray arılarının tətbiqi hesab olunur. Laboratoriya şəraitində yetişdirilən bu faydalı həşəratlar təbiətə buraxıldıqdan sonra zərərvericinin yumurtalarına parazitlik edərək onun inkişafını dayandırır və populyasiyanın təbii yolla azalmasına səbəb olur. Bu səbəbdən sözügedən bioloji mübarizə üsulu həm ətraf mühitin qorunması, həm də kənd təsərrüfatı bitkilərinin mühafizəsi baxımından effektiv vasitə hesab olunur. Eyni zamanda Gəncədə fəaliyyətə başlayan laboratoriyada samuray arılarının yerli mütəxəssislər tərəfindən çoxaldılmasına başlanılıb.